Başqa bir variant deyim. Deyim. Və bu çox təhlükəli bir məqamdır. Biz dünən də bunu müzakirə etdik. Mən Sahib müəllimin dediyi məsələdə, əslində yenə deyirəm, Sahib müəllim biraz çox məqamlarda, hətta üstü örtülü keçdi. Çox təhlükəli bir dövrə qədəm qoyuruq. Burada bir anlıq təsəvvür edin ki, bu və ya digər şəkildə İranın bombası ixtiyari ya qeyri-ixtiyari getdi, düşdü Kəbəyə. Yəni, bir anlıq təsəvvür edin, Səudi Ərəbistanı nə edəcək və yaxud da bax bu mən istəməzdim bunu deyəm, amma hər halda şəriət zəminində hansı bir dərin bir quyu açılacaq. Siz düşünürsünüz ki, bu ola bilər? Mən düşünmürəm. Mən sadəcə sual verirəm. Siz indi baxdınız, yəni Azərbaycanla Ermənistanın 44 günlük müharibəsində nəymiş ermənilər Bakı bizi Ceyhana, Bakı bizi Ərzurum neft qaz kəmərini zərbə endirmədi? Niyə? O təsadüf idi. Qətiyyən. Çünki İran onun fərqində belə bir addım atsa, bütün müsəlman dünyası İsrailin və Amerikanın yanında yer alır. Mən demədim ki, bunu İran eləyəcək. Eləyəcəklər və deyəcəklər İran elədi. Yox da bu, mən hesab edirəm ki, o istiqamətdə proseslər inkişaf eləyə bilməz. Bu çox təhlükəlidir. Bax, onu mən soruşum. Yəni, bu mən həmçisini dedim. Amma başqa bir zəmində bunu oxşar nəsə eləyə bilərlər. Baxın, belə bir şey fikirləşən. Amerikanı və İsraili mən müdafiə baxımından demirəm. Mən təhlil aparıb bunu söyləmək istəyirəm. Təbii, aydındır. Bir anlıq təsəvvür edək ki, dünyanın bugün 9 dövlətinin nüvə silahı var. 10-uncusu İran oldu. Sizcə İran nüvə silahına malik olandan sonra ABŞ-ın və İsrailin İrana hücumu ola bilər, yoxsa yox? Yox. Olmazdı. Görmürsünüz, mən Koreya deyən kimi dediniz, yox. Şimalı Koreya niyə? 2006-cı ildə Şimalı Koreya nüvə dövləti. Bəli, mən adını çəkən kimi dediniz, yox. 20 ildir mən niyə hücum eləmək baş vermir? Niyə? Eyni zərbəni Şimalı Koreya indirilmir. Deməli, İran da çox gözəl bilir ki, o nicat yolu nüvə silahına malik olmaqdadır İran mövqeyində. Və ABŞ da, İsrail də gözəl bilir ki, əgər bir gün uranın zənginləşdirilməsi, o sentrifuqlar, bu uranın zənginləşdirilməsi gəlib o lazımi həddə çatanda, 90% ötüb keçəndə, bu artıq nüvə silahına malik olmaq deməkdir. İran nüvə silahına malik olduğu günün sabahı İrana qarşı müharibə və digər məsələlər gündəmdən çıxır. Bunu da ABŞ yaxşı bilirdi, bunu da İsrail çox gözəl bilirdi. Ona görə də əgər indi zərbələr indirilirsə İrana, bu deməkdir ki, İran bu yolda çox ciddi nailiyyətlərə imza atıb. Çox ciddi nailiyyətlərə və bu prosesin məntiqi sonluğu İran nüvə dövlətinə çevrilməsidir. Bunun qarşısını almaq üçün Birləşmiş Ştatlar və İsrail koordinasiya olunmuş bu hərbi hərəkətlərə imza atıblar, müharibə başlayıb və məqsəd də odur ki, İranda hakimiyyətdə müharibə gedir, bəli. Amerika Birləşmiş Ştatlarının... Bunu biz müharibə hələ hesab eləməyək. Yəni, bunu hərbi əməliyyatlar hesab eləyək. Bunu hərbi əməliyyatlar... Mən nəyə görə dedim? Müharibə olsa bu 3-cü dünya müharibəsi deyilən buydu mu? Yox. Bu sözün elə həqiqi mənasında müharibədir. Müharibənin adı nə olur? Birləşmiş Ştatların bu dəqiqə bir, hərbi hava qüvvələri səfərbər edilib işləyir. Hərbi dəniz qüvvələri işləyir, zərbələr indirir. Kosmik qüvvələri tam fəaliyyətdədir, koordinatları verir. Bundan sonra Birləşmiş Ştatların dəniz piyadası işlək vəziyyətdədir və qoru qoşunları hamısı səfərbər edilib. Amma mən hesab edirəm ki, mənim şəxsi mövqeyimdir, İrana Birləşmiş Ştatların qoru qoşunların müdaxiləsi bu müharibənin illərlə davam edilməsi anlamına gəlir. O da olmayacaq. İllərlə. Həm də olmayacaq. Vyetnam müharibəsi, İraq müharibəsi dərsdir. Və həm də bu qətiyyən Trumpa lazımdır. Trump 2 noyabrda seçkilərə gedir və çox ağır, çox mürəkkəb seçkilərə gedəcək. Konqresə aralıq seçkilərdir. Və bu baxımdan Trumpa qısa müddətli, uğurlu bir müharibə və nəticələr lazımdır. Və onun seçkilərdə mövqeyini gücləndirsin. Bu Trumpın özü üçün də lazımdır. Bilirsiniz ki, Netanyahunun da mövqeyi ölkədə bir mənalı qarşılanmır və Netanyahu qarşı da çox ciddi bir müxalifət orada formalaşır. Orada seçkinə vaxtı, üzr istəyirəm. Dəqiq vaxtı unutdum, amma onlarda da seçkilər perspektivi var və bu nöqteyi nəzərdən hesab edirəm ki, bu qısa müddətli, uğurlu, nəticəsi olan bir müharibə həm Təl-Əviv üçün lazımdır, həm Vaşinqton üçün lazımdır. Və region dövlətləri, Fars körfəzinin ərəb dövlətləri daha çox maraqlıdır ki, müharibə tezliklə başa çatsın. Çünki zərbə altına onlar düşürlər, onların iqtisadiyyatı düşür, turizm sektoru düşür. Və bütün bunlardan eyni zamanda Çin çox maraqlıdır ki, müharibə uzanmasın. Nəhəng dövlət, dünyanın ikinci fövqəli dövlətidir. Bir ölkə ki, İrandan 80% tələbatını İranın nefti hesabına ödəmiş olar. Və Rusiya gəldikdə isə, Rusiya deməli, özünün müttəfiqlərini bir-bir itirməkdədir. Maduranı itirdi,
Sonra Suriyada itirdi Bəşər Əsədi, indi Xamneyni itirdi və bu seriyadan baxanda Rusiya uduzmuş vəziyyətdə görünür və mən belə hesab edirəm ki, Trump indi çox çalışacaq ki, sürətlə bu prosesləri yekunlaşdırsın, hərbi fazanı yekunlaşdırsın və daha çox istəyəcək ki, xalqın mübarizəsi, yəni zorla güc hesabına yatırılmış xalqın etirazı yenidən alovlansın, yenidən xalq ayağa qalxsın və bütün məsuliyyət bu halda xalqın boynuna qoyulsun ki, biz rejimi zəiflətdik, ali dini rəhbəri sıradan çıxartdıq. Siz heç nə eləmədiniz. Gəlin, siz də yəni, indi sizin vaxtınızdır. İndi sizin vaxtınızdır. Bax, bu senari hesab edən ki, işlər vəziyyətə salınır. Maraqlıdır.